düşəndə dedi, əman min muğisin yuğisuna. Sen dedi, bir nəfər yoxdur bizə pənah versin. Heç kəsdən səs çıxmayanda səs çıxmadı. Xanım Zeynəb əlini başına qaldırdı. Dedi, ya qiyasəl müstəqisin. Ay pənahsızların pənahı. Bunu deyəndə uşaq Zeynəbin əlindən çıxdı. Vallah la ufariqu əmmi. And olsun Allaha, əmimdən ayrılmaram. Qaçdı deyir, özünü saldı İmam Hüseynin bədəninə. İmam Hüseynin son nəfəsləridir. Birdən gördü ki, qardaşının oğlu gəlib sinəsinin üstünə. Bir nəfər namərd gəldi, İmam Hüseynin başını kəsmək istəyirdi. Qılıncı qaldıranda bu dedi ki, and olsun Allaha, qoymaram əmmin başını kəsəsiz. Qolunu verdi, yazırlar, qolu düşdü İmam Hüseynin qucağında. Bir o uşaq İmam Hüseynin qucağına düşüb, Allah imtihanların çəkmir Hüseyndən. Axır nəfəslərində yenə imtihan göndərir. Bir baxdı İmam Hüseyin zəif səslə dedi ki, ay mənim qardaşımın balası, səbr elə az qalıb. Çox az qaldı. Bir şey yazırlar ki, elə ki qılın sümüyünə dəydi, sümüyünün səsi gələndə va ummah dedi, ay ana. Bilmirəm, xanım Fatimə Zəhranı çağırdı ki, oxşar idi dərdləri ya da öz anasını.